Abşeron rayon mərkəzi xəstəxanasının ətrafında yaranmış vəziyyət artıq sadəcə səliqəsizlik deyil, ciddi ictimai təhlükədir. Əraziyə səpələnmiş işlənmiş tibbi iynələr, sistem şlanqları və digər tibbi tullantılar sözün həqiqi mənasında bir çox yoluxucu xəstəliklərin mənbəyinə çevrilməkdədir. Bu tip tibbi tullantıların açıq havada nəzarətsiz şəkildə qalması hepatit, QİÇS və digər infeksiyaların yayılması riskini artırır. Xəstəxanaya gələn vətəndaşlar, azyaşlı uşaqlar, ətrafda hərəkət edən insanlar hər an real təhlükə ilə üz-üzədir. Bölgə TV əməkdaşlarının çəkiliş apardığı ərazidə kadrlar hər şeyi açıq şəkildə göstərir. İnsanların sağlamlığını qorumağa borclu olan bir tibb müəssisəsinin ətrafı ölümcül tullantılarla doludur. Sakinlər bildirir ki, bu biabırçı vəziyyət uzun müddətdir davam edir. Lakin məsul qurumlar məsələni görməzdən gəlir. Tibbi tullantıların xüsusi qayda toplanmalı və zərərsizləşdirilməli olduğu halda onların küçəyə atılması qanun pozuntusudur. Ətraflı video materialda. Bura Abşeron rayon mərkəzi xəstəxanasıdır. Gördüyünüz kimi ətrafda zibillər var. Abşeron rayon mərkəzi xəstəxanasında zibilli hökmsüdür. Baxın. Zibillikdir bu da xəstəxananın həyatı. Zibillik var, kağız içiyoruz. Şöpəsirlər bura. Baxımsız vəziyyətlər xəstəxanlar. Daha bir zibillik var. Daha bir zibillik. Bunlar da burada, burada, burada.